Azərbaycan gəncliyi milli mənəvi dəyərlərə sadiqliyi, müasir dünya görüşü, yüksək intellekti və potensialı ilə hər zaman seçilir. Gənclərimiz ölkəmizi nüfuzlu beynəlxalq platformalarda layiqincə təmsil edir. Elm, mədəniyyət, təhsil, idman və digər ictimai fəaliyyət sahələrində mühüm nailiyyətlər əldə edirlər. Azərbaycan gənclərini təbrik edirəm. Hər bir gəncə sağlam can, sağlam ruh və həyat yolunda, iş yolunda, karyeralarında uğurlar və müvəffəqiyyətlər arzulayıram. Bugün təqdim edəcəyimiz şəxslər məhz elə gənclərdir ki, öz bilikləri, əməyi və nailiyyətləri ilə Azərbaycanı layiqincə təmsil edirlər. Özümü ilk olaraq cüdo idman növündə tapdım. Çünki cüdonun xüsusi bir fəlsəfəsi var, xüsusi bir yanaşması var, akademik araşdırmaları var. Bu barədə də ölkəmizdə yəqin ki, geniş çaplı, iri miqyaslı tədbirlərin və təlimlərin keçirilməsi barəsində yaxından tanışsınız. Cənab Prezidentin də buna xüsusi diqqəti və qayğısı var. Elə məlum nəticədir ki, son Olimpiya oyunlarında 2 qızıl medal gətirməyimiz buna böyük təkan olmuşdu. Ondan qabaqki illərdə, yəni yeganə idman növü cüdodur ki, bu qədər Olimpiya, dünya və Avropa nəticəmiz var. Nə qədər ki biz gənciz, nə qədər ki güllədir, nə qədər ki əlimizdə bir şəraitimiz var, imkanımız var, bugün elədiyimiz təqdirdə gələcəyimiz üçün gözəl bir yatırım olmuş olur. Gözəl bir gələcəyə sahib olmuş olur. Bütün gənclərimizə, təbii ki, hər biriniz fərd olaraq gəncsiniz, amma sizi birləşdirən bir nöqtə var ki, Azərbaycan gəncliyi. Mən bütün Azərbaycan gənclərimizi təbrik edirəm, uğurlar arzulayıram, əzmkarlıq və bu məqsədli və bu məqsəd uğrunda da əzm göstərmənizi arzulayıram. Çox sağ olun. Azərbaycan gəncliyi 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində də öz fədakarlığı, vətənpərvərliyi və əzmi ilə mənəvi ruhunu bütün dünyaya nümayiş etdirmişdir. Gənclərimiz döyüş meydanında göstərdikləri qəhrəmanlıqla Azərbaycan tarixinə şanlı zəfər salnaməsi yazmış, dövlətimizin ərazi bütövlüyünün bərpasında həlledici rol oynamışdır.